Salam, hər vaxtınız xeyir olsun. Bugün çayın yanına hazırlaya biləcəyiniz sadə ərzaqlardan asan hazırlanan şirniyyat resepti bölüşürəm. 2 ədəd qabığı təmizlənmiş almanı dilimlərə ayırıb kub doğrayıram. Doğranılmış almanı tavaya əlavə edirəm. Üzərinə 1 xörək qaşığı bal, 1 xörək qaşığı limon şirəsi əlavə edirəm. Ocağın üzərində alma yumşalıb suyu çəkilənə qədər bişirirəm. Alma biraz bişib, suyu çəkildikdən sonra ocağın üzərindən alıb başqa bir qaba əlavə edirəm, qoyuram. Alma soysun. Alma soyuyana qədər xəmir hazırlayıram. 1 ədəd yumurta, 3 xörək qaşığı şəkər tozu, 1 paket şəkərli vanil əlavə edib həll olana qədər qarışdırıram. Üzərinə 60 qram əridilmiş kərə yağı əlavə edirəm. Stəkan yarım un, 1 çay qaşığı qabartma tozu əlavə edib yumşaq xəmir hazırlayıram. Onun hamısını bir dəfəyə əlavə etmədim. Hissə əlavə edirəm. Bu xəmirə stəkan yarım un getdi. Yarım stəkan da qalıbdı. Yarım stəkan unu da üzəri üçün umac edəcəm. Xəmir hazırdır. Çox gözəl, yumşaq bir xəmir hazırlayırıq. Xəmiri gözlətmədən başlayıram hazırlamağa. Yağlı kağızın içərisində xəmiri yayıram. Xəmiri bu ölçüdə yaydıqdan sonra hazırladığım almanı xəmirin bir tərəfinə əlavə edirəm. Xəmirin bir tərəfini üzərinə qatlayıram. Kənarını da çəngəllə birləşdirirəm. Umac üçün yarım stəkan unun üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı yağ əlavə edib umac edirəm. Xəmirin üzərinə qatlaşdırılmış süd çəkirəm. Qatlaşdırılmış südün yerinə cem də çəkə bilərsiniz. Üzərinə umacı əlavə edirəm. Hazır olduqdan sonra 8 hissəyə ayırıram. Yağlı kağız sərdiyim soba listinə düzüb 200 dərəcədə 15-20 dəqiqə bişirirəm. Şirniyyat bişdi artıq. Ətri hər yanı bürüyən sadə ərzaqlardan çox asan hazırlanan, çox dadlı bir şirniyyat alınır. Bu şirniyyatı hazırlayıb siz də yoxlayın. Az ərzaqla bu qədər dadlı, bu qədər asan şirniyyat alındığına inanmayacaqsınız. Ağızda ovum olan çayın yanına dadlı şirniyyat istəyirsinizsə, bu resepti hazırlayıb yoxlayın.